Bu torpaqların alınmasında onların qanı tökülür. Düzdür, indi ola bilər ki, biz o itki vermişik, bir şey qələbiyə nail olmamışıq. O yenə də onların üstü. Yəni, pis əskər yoxdur. Pis qurulmuş plan var, pis hərbiçi var, pis komandir var. Yəni, bu belə deyək, işi düzgün qura bilməyən, siz demiş, xəritədən, döyüş taktikasından, texnikadan başı çıxmayan komandir var. Yəni, komandir əgər döyüşdə öz əskərindən əvvəlcə getmirsə, əlbəttə ki, o əskər heç vaxt döyüşə getməz. Yəni, döyüşçü hər anda özünün komandirini özünün yanında hiss eləməlidir. Yəni, bilirsiniz, onun mənəvi cəhətdən, psixi cəhətdən hazırlığı güclü olmalıdır. Yəni, bəzən elə olur ki, inandırım sizi ki, bəzən mən şahid olmuşam, bir batalyon müəyyən bir yüksəkliyi almaq üçün hücuma keçib, o yüksəkliyi ala bilməyib. Amma elə o anlar olub ki, məsəl üçün 5-6 nəfər uşaq, döyüşçü məsəl üçün, özlərində elə bir qüvvəni hiss ediblər və gediblər itkisiz birbaşa gediblər erməni səngəri və həmin səngəri neçə saatlarla saxlayıblar. Sadəcə o dəfələrlə qüvvə kömək istəyiblər, verməyiblər. Onların dalınca məsəl ərzaq, sursat gəlmədiyinə görə uşaqlar istər-istəməz mövqeyi qoyub geri çəkilməli olublar. Və hətta elə olub ki, bizdə bəzən olub ki, onlar o mövqeyə gedib alandan sonra, o mövqedə oturandan sonra bunlara deyiblər ki, sizə kim ixtiyar verib ki, gedib çıxmışsınız sonra. Yəni, belə şeylər də olur. Yəni, son vaxtlar bizdə bir arada bir dəb çıxmışdı, deyib ki, yəni, kəşfiyyat xarakterli hücum. Yəni, mövqeyə alırdılar, sonra əmr verirlər ki, çəkilin geri. Axı, bizdə ermənilər düşmə tərəfdən heç bir kəşfiyyat xarakterli hücumlar olmuyor. Onlar mövqeyə aldılar, o saat orada hər cür nə lazımdır, ehtiyat işlərini görürlər, yəni, möhkəmləndirirlər öz mövqələrini. Amma bizdə elə şey yoxdur. Bax, bununla bağlı. Sən mənim bu fikrimlə razısınızmı? Siz mənim bu fikrimlə razısınızmı? Razıyam bu fikirlə, amma bir iş var ki, bu özünüz gördünüz bizim şəraiti, amma biz öz komandirimizə inanırıq. Məsələn üçün, o cümlədən Rövşən Zavadova. Biz onun yolunda canımızı verməyə hazırıq. Ac da olsaq, biz tutduğumuz pozisiyadan üz döndərmirik. Bu sözünüzə qüvvət, deyirsiniz, bu pozisiyanı saldat tutur da, məsələn üçün, aclıqdanmı və yaxud nədənsə qoyub çıxırlar. Mən olmamışam keçən il, bizim uşaqlar gəliblər bura, milli ordu olub, kim olub, deyiblər, deməzsən, erməni gəlib, pasyolka ora dizdədir, nə bilim nə. Bizim uşaqlar da maşınla elə gecənin gözündə. İşıq verə gəliblər düz bu layla təpiyə kimi. Erməni yox. Hansı ki, kənd qoradizin başına kimi. Bunların hamısını yaradan o... Süni təxribatdır. Bəli. Bu kulturunu, nə tərədə mədəni, torpağı çıxarılan bu şayələrin hamısı nədir? Ruhdan salmaq insanlar, döyüşçülər daha doğrusu, insanlar yox. Baxır, çoxdur, əllə silah götürən, amma döyüşəni görmürəm. Döyüşən elə 500 nəfərdir. Ona görə də bizim pozisiyalar heç vaxt, məsələn, öz əlimizdə olmayacaq. Şimdi Şahmurad Məhəmməd Nəsiboğlu, Xüsusi Polisiyasının 3-cü batalyonun 7-ci rotasının 2-ci zırodun komandirizat muhabiri. Özümdə 90-cı ildən işləyirəm Omanda. Məhəmməd, mənim üçün çox maraqlıdır. İndiyəcə ən ağır əməliyyatlardan sayılan, amma onun keçici əməliyyatlardan hansılarda iştirak edəmişsiniz? Hamısında. Konkret, axırın deyim, yoxsa əvvəlindən danışım. Ən birinci əvvəllər Çarkən əməliyyatından, sonra Erkək Mərəş, sonra Erkək Mərəş başladı, hamısı orada gedirdi, bir gedir, Goranboy zonası, sonra Ağdərə zonası, axırıncı dəfədə bu Füzulin Qaradizin alınmasında, buraya. Hədə o vaxt onlar öyle Ağdərə zonası gedirdi, oradan gəldi. Məhəmməd, ailəlisin? Ha, bir dənə qızım var. 5 aylıq. Adını? Güney. Neçə vaxt evdən uzaqdasın? Çağırırsa 10 günü var da. 10 gün.
Mehmet, biz sizinlə əvvəllər də döyüş bölgəsində görüşmüşük. Söhbətlərimiz olub. Bax, indi 2 il, 3 il bundan qabaq ki, AMO'nun tərkibinə indiki AMO'nun tərkibi arasında fərq. Yəni, AMO'n həmin AMO'ndur, yoxsa müəyyən bir dəyişiklik? Yox, həmin AMO'n deyil. O vaxt AMO'n nə iş gedirdi, həmişə udaşmırdı, irəli gedirdik. Bizdə kənd vermək, biz ancaq elə fikirləşdik, almaq, başqa şey yox idi. Ancaq indi görürük ki, elə gündə kənd gedir, o torpaq gedir, özün də həvəsdən ölürsən. Mən belə başa düşdüm ki, onda AMO'nun qüvvəsindən istifadə edirlər, amma indi eləmirlər. Yox, indi heç elə bir ki, istəyirlər, nabarat, nəsə bir təxribat edirlər, bir şey edirlər ki, AMO'nu dağıdarlar, ləğv edirlər. Gündə ləşələr yaxalarsa, elə bir şey olur. Bunun asıl qruplar var, bu müvafiq qruplar. İstəmirlər, sərf eləmir onlara ki, nə deyildi. Bunlar çünki burada AMO'n işləyən uşaqlar ancaq burada bir məqsəd üçün gəlirlər. Onlar da onları sərf eləmir. Heç kimdə qabağını əsilmirlər, onlar hamısını öz sözünü deyirlər. Ona görə də bu qüvvələr həmişə istəyir ki, AMO'n dağılsın, nəsə üçün. Bu da yaranıb baxır vaxtlarda. Bu ordu yarandan sonra, ordu yaranmamışdan qabaq həmişə bizim işimiz irəli getmişdi. İndi qəfildən sizə desək ki, atışma başlayır. Sizin planınız müqəzzizində oldu. İşə gedə bilərsən. Bax, mənim üçün çox maraqlıdır. Sizin bu bugünkü cavanlara öz sözünüz, yəni bir döyüş yolu keçmiş bir döyüşçü kimi, bir polisçisi kimi nə deyərdiniz bu onlara? Cavanlara bir arzumdur ki, o döyüşdə gələn həqiqətən də o bizim nətirdiyim kiçik qardaşlarımız, o daxili qoşunları da uşaqlarından nətirdiyim pasaj yaxşıdırlar, ancaq o bəziləri var, onlar həqiqətən də mən o qeyrətli olandan söhbət edirəm, bu döyüş bölgəsində özü nətirdiyim canla başladım. Dünən də bizim yanımıza bir oğlan gəlmişdi, marş deyirdik, 14 yaşı vardı. Gəldi, bizdən qalırdı, bizdən gelirdi. Mən ona baxanda adamın rəyini elə bir ki, nətər deyim, fəxr edirsən ki, millətin belə olur. Ancaq buradan qaydanda Bakıya görürsən ki, nətər deyim, heç nə də hamısı öz aləmdə elə bir şey bu torpaqda, nə torpağı bunun torpağı gedir, nə bu müharibə bunun torpağında gedir. Əhməd, biz bu yaxları gələndə bir neçə kəndləri keçdik. Kəndlərin çoxsunda evlər salamatdır, amma əhali yoxdur. Yəni, bu günləri haradasa subay bizim polis əməkdaşları, eləcə də milli ordunun əskərləri haradasa belə bir ki, biraz bu hissdən uzaqdılar, amma ailəli adamlar bilirlər ki, ev, ocaq, ailə nə deməkdir. Yəni, bu günləri sizin də ailəniz var. Bugün siz bax, bu boş qalmış evlərə baxanda nə düşünürsünüz? Necə deyim, bu? Sizə necə təsir edir? Əlbəttə pis təsir edir. Çünki bizə elə olur ki, mən görmüşəm. Əvvəllər deyirlər ki, torpağımızı azad edin, elə quru divarlarını verin, bizə gəlirik. Və indi görürük ki, o torpaqlar azad olunur və demək olar ki, evlərin əksəriyyəti də salamatdır. Amma heç kəs gəlmir. Biz də onların biz elələri var ki, bir dəqiqə kənd torpaq dağılır, ancaq gedir, məsəl üçün, palatkalarda nəsə, buna yardım edəcək, belə edəcək, gedir, bunun alverlə məşğul olanlar, bunlar çoxdur. Elə ona görə də biz həmişə belə çətin vəziyyətə düşürük torpaq. Məsələn, əgər o burada olsa, mən bütün o cığırları bilir, yolun bilir, haradan getmək lazım, nətər getmək lazım. Sizə kömək yox. Onların kənd cəmaatı buraya gəldi, bir yaxınlarda bir-iki nəfər gəlir kəndə. Onlar görəndə biz sevindik ki, cəmaat qayıdır yavaş-yavaş evinə. Bu adam ürəyini açır. Mənim üçün belədir ki, Məhəmməd, siz həmişə belə olub da, xeyirxah işlərlə məşğul olmuşsunuz. Yəni, həmişə yerli əhaliləri düşməndən qorunmuşsunuz. Sonra da onları qaytarmışsınız öz evlərini, onların təhlükəsini təmin eləmişsiniz. Yəni, bu sizin birinci işiniz deyil, birinci işiniz deyil. Bir dəfə belə olub. Yəni, bu ona görə sizi sevindir. Artıq siz buna adət eləmişsiniz. Və indi biraz əhalinin gec gəlməsi siz haradasa narahat edir. Böyle sakinlərini gözləyən adamlar üçün darıxmışsınız, hə? Bu, ən birinci, ən ilk komandirovkada biz Şuşada, bizim Şuşanın Zalmaçanın yaralarını gələndə Göytaliyə, orada qadınlar ferman üçün yaşa alışanda ən birinci ilk komandirovkada, o atışmada. Onu görəndə özündən nasıl olmadı, ağladım da, gördüncə millət nə göndədi, amma bizi görəndə nətir sevindilər. Düzdür, biz onları oturtduq ki, elədik, paylarını da aldılar. Söhbət ancaq ilk mən orada gördüm ki, millət
öz vətəndə ana bacılarımız necə yaşamışdı o töylənici O sevinci siz bir də hiss eləmək istəyirsiniz də belə başa.